Məhəmməd Füzulinin söz qəzəlinin təhlili. Deyir, xəlqə ağzın sirrini hərdən qılır ishar söz. Bu nə sirdir kim olur bir ləhzə yoxdan var söz. Söz xəlqə bizim ağzımızın sirrini deyir. Bəs bunun özü nə sirdir ki, söz özü yoxdan var olur. Bu beytin izahını səhifəmdə tapa bilərsiniz. Bir paylaşımda daha geniş şəkildə izah etmişəm. İkinci beytində deyir ki, artıran söz qədrini sidq ilə qədrin artırar. Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz. Deyir ki, artıran söz qədrini, sözün qədrini artıran eyni ilə öz qədrini artırar ki, kim nə miqdar olsa əhlin eylər ol miqdar söz. Kim nə miqdardırsa söz əhlini də elə o miqdarda eləyər. Sonra üçüncü beytində deyir ki, ver sözə əhyakü tutduqca səni xabi əzəl, eydə hər saat səni ol uyqudan bidar söz. Deyir, ver sözə əhyakü, sözü dirilt ki, ver sözə əhyakü tutduqca səni xabi əzəl, səni xabi əzəl, xab yuxudur, əzəl də ölüm. Deyir, səni əzəl tutanda, yəni ölüm yuxusu gələndə, yəni sən öləndə, vəfat eləyəndə bir növ. Ver sözə əhyakü tutduqca səni xabi əzəl, eydə hər saat səni ol uyqudan bidar söz. Yəni səni söz öləndən sonra da yaşatsın. Bidar oyanmaq, oyatmaq, diriltmək. Yəni deyir ki, söz öləndən sonra da səni diriltsin. Bir nicari əmbərin xəttir könüllər almağa. Göstərər hər dəm niqab-ı qeybidən rüxsar söz. Deyir, söz könüllər alan bir gözəl kimidir. Mənalı söz. Könüllər alan bir gözəl kimidir. Göstərər hər dəm niqab-ı qeybidən rüxsar söz. Yəni deyir ki, söz hərdən göstərər hərdən niqab-ı qeybidən rüxsar söz. Söz hərdən öz örtünü açar, qeybidən görsənər və könlümüzü alar. Bu mənaya gəlir. Xazini gəncini əsrarıdır. Hər dəm çəkər, mişdi ishara min gövhəri əsrar söz. Söz sirlər xəzinəsinin xəzinədarıdır. Deyir, o sapa inci kimi mirvari düzər. Sonra deyir ki, olmayan qavvasi bəhri mərifət arif deyil. Kim sədəf tərkibi təndir, lölə-i şəhvar söz. Deyir, olmayan qavvasi bəhri mərifət arif deyil. Burada nə demək istəyir? Deyir, mərifət dənizinin üzgüçüsü olmayan arif deyil. Qavvas, yəni ərəb dilində qavvas, üzgüçü deməkdir. Olmayan qavvasi bəhri mərifət, mərifət dənizinin üzgüçüsü olmayan arif deyil. Kim sədəf tərkibi təndir, lölə-i şəhvar söz. Burada lölə-i şəhvar qiymətli daşqaş mənasındadır. Ləl sözünün cəmidir lölə orada. Kim sədəf tərkibi təndir, deyir, onun tərkibi incidir, qiymətli daşqaşdan ibarətdir. Və son beytində də Füzuli deyir ki, gər çox istərsən Füzuli, İzzətin az et sözü. Kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Burada özünə müraciət edib son beytində. Gəl çox istərsən Füzuli İzzətin, Füzuli izzətli olmaq istəyirsənsə, izzətli olmaq çox istəyirsənsə, bir də öz izzətini istəyirsənsə, iki mənası var əslində misranın. Gəl çox istərsən Füzuli İzzətin, az et sözü, sözü az et, az danış. Kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Çox əzizimizi, yaxınımızı çox danışdığı, çox olduğu üçün, o adamlar çox danışdığı üçün onları xar eləyib, pis eləyib. Xar sözü əslində tikan deməkdir. Sadəcə burada xar eləmək, pis eləmək mənasındadır. Sonra, indi bu qəzəllə bağlı bəzi əlavə məlumatlar verək. Əruz vəzninin rəməl bəhrindədir. Rədif əsasında adlandırılıb. Füzulinin söz qəzəli deyirik. Əruz vəzninin rəməl bəhrindədir. Qəzəlin qafiyə quruluşu A, B-adır. Bütün qəzəllərin olduğu kimi son beytində müəllif adını çəkib və eyni zamanda özünə müraciət edib. Gəl çox istərsən Füzuli, İzzətin az et sözü. Bu, mənə candan usandırdı qəzəlində belə deyildi. Məsələn, mənə candan usandırdı qəzəli ilə bu fərqləri nədir? Mənə candan usandırdı qəzəlində o qəzəl Həzəc bəhrində idi, o qəzəlin rədifi yox idi, o qəzəl rədif əsasında adlandırılmırdı, o qəzəl birinci misrasına görə adlandırılırdı. Mənə candan usandırdı qəzəli. Amma bu
Rədif əsasında adlandırılır, rədifi var, əruz vəzni rəməl bəhrindədir. Məsələn, o qəzəl bədii suallarla dolu idi, bədii təzadlar var idi orada çoxlu, daxili qafiyə var idi, bu qəzəldə yoxdur. O qəzəldə sonda müəllif adını çəkmişdi, lakin özünə müraciət eləməmişdi. Adını çəkib nə tür deyil, Füzuli Hündüşeydadır, həmişə xəlqə rüsvadır. Adını çəkib özünə müraciət eləmir. Amma burada gəl çox istərsən Füzuli, İzzətin Azət sözü. Burada isə özünə müraciət eləyib. Həm adını çəkib, həm də özünə müraciət eləyib. Belə. Sağ olun.